Hacı, gözəl mövzular ətrafında söhbət etdiniz. Bizlər və dəyərli izləyicilərimiz sizi sevə-sevə dinlədik. Biz bildiyimiz kimi siz bizim həm dəyərli alimimizsiniz, dəyərli ruhanisiz, ilahiyyatçısınız. Mən istərdim ki, həm də bilirik sizin gözəl qələminiz də var. Biz o şeirləri də, qəzəlləri də sevə-sevə oxuyuruq, dinləyirik. Mən istəyərdim Ramazana aid münacat, ürəyiz hansı şeir istəyirsə, o şeirlərdən birini səsləndirərdiniz. Biz də sevə-sevə dinləyərdik. Bismillahirrahmanirrahim. Nazildir yerə rəhmət-i qufran Ramazanda. Həm nazil olub ayə-i Qur'an Ramazanda. Hər kəs ki oruç tutsa olur, Xaliqə mehman, əl-həq tapacaq hər iş səhman Ramazanda. Bu mah-ı mübarək verəcək ruhə qidanı, pakizə olur ruhi müsəlman Ramazanda. Allah ayıdır üçün sayılır aylara sultan, möminlər edir sidq ilə ehsan Ramazanda. 1000 aylıq ibadət ola əfzəldir şəbi qədr, Xaliq onu da etdi nümayan Ramazanda. Təqsim olunur bəndə üçün ruzi bu gündə, əff eylər onun cürmünü yezdan Ramazanda. Təyin eləyir taleyi insan üçün Allah, şahiddir buna hüccət rəhman Ramazanda. Meyraca gedib göylərə Peyğəmbər Əkrəm, əmr ilə alıb müjdə-i qufran Ramazanda. Pünhani nə var Bədr-i Hüneyn zəfərində, açmışdı Nəbi kafirə meydan Ramazanda. Xəndeydə Əli Əbduvudi saldı diz üstə, faş etdi həqi xəncər-i bürran Ramazanda. Bu ayda Həsən İbni Əli gəldi cahana, öz ilkinə Zəhra dedi qurban Ramazanda. Şövq ilə yəqin bəndə edər raz-ı niyazı, çünki yetişir əcr-i firavan Ramazanda. Təqva ilə bu yolda tapır ham-ı nicatı, nabud olur əlbəttə ki, şeytan Ramazanda. Dünyaya gələn ya onu tərk edən insan, xoşbəxtdir əgər düşsə bu imkan Ramazanda. Ayrıldı Peyğəmbər çox əziz kimsələrindən, getdi o şəhə möhnət-i hicran Ramazanda. Əhya gecəsi çöktü bütün aləmə zülmət, çün qanə batıb ol şəh mərdan Ramazanda. Əbbası çağırdı, ona tapşırdı Hüseyni, yad oldu o da 72 can Ramazanda. Zeynəb ilə Külsubə yetişmişdi kədər qəm, oldu Həsəneynin gözü giryan Ramazanda. Bu qəmli həvada nə qədər incə məqam var, keşf eylər onu hər əsl insan Ramazanda. Sidq ilə bu ayda eləyir şükür xudanı, tapmışdı şəfaət Hacı Sultan Ramazanda, tapmışdı şəfaət Hacı Sultan Ramazanda. Hacı, Allah qələmimizə bərəkət versin. Allah razı olsun.